Salam səhifəmin dəyərli izləyiciləri. Mən bugündən artıq 2009-2023, hətta 24-ün bütün qəbullarının, sınaqlarının izahını verməyə başlayacağam. İmtahana getməmişdən öncə bütün qəbulları işləməyiniz məsləhətidir. Çünki həm təkrar olacaq sizə, həm də ki, yəni çox yaxşı ə, belə deyim də təkrara çox yaxşı kömək edəcək. Həm də nəyi bilib, nəyi bilmədiyinizi, hansı mövzuda problem yaşadığınızı daha yaxşı biləcəksiniz və təkrarlamağa imkanınız olacaq. Deməli, 51-ci sualdan gəlin başlayaq. Deyir ki, məxsusi tezliyi 4 Hz olan rəqs sistemində tezliyi 5 Hz olan periodik qüvvənin təsiri ilə məcburi rəqslər yaranır və məcburi rəqslərin periodunu istəyir bizdən. Məcburi rəqslərin tezliyi nü 5 Hz-dir. Nü bərabərdir 1/t-dir və bizdən soruşur periodu. Yəni biz burada yazaq ki, periodu istəyir. Nü bərabərdir 5 Hz. Buradan period bərabərdir 1 bölünsün nü. Yəni 1 bölünsün 5. Bu da edir 0,2. 51-də cavab olur Y variantı. Baxaq 52-ci suala. Müqaviməti R bərabərdir 0,2 ohm olan qapalı konturdan keçən maqnit seli, yəni fi bərabərdir 64 milli 10 üzəri -3 Weber artanda delta fi. Naqilin en kəsiyindən neçə elektron keçər? Biz bilirik ki, I bərabərdir Q/T'dir. Digər tərəfdən bilirik ki, I bərabərdir EHQ bölünsün R plus kiçik R-dir. Sadəcə orada daxili müqavimət nəzərə alınmır. Digər tərəfdən bilirik ki, induksiya EHQ-si, söhbət burada induksiya cərəyanından gedir. Mənfi delta fi bölünsün delta T'dir. EHQ-nin yerinə yazıram. Delta fi böl delta T vurulsun R. Gəlin cəryan şiddətlərini bərabərləşdirək. Q/T bərabərdir. Delta fi böl delta T vurulsun R. Buradan T'lər ixtisar gedir. Alıram ki, Q bərabərdir. Delta fi bölünsün R. Q-nün də yerinə N-yi yaza bilərəmmi? Bəli. Delta fi bölünsün R. Deməli, buradan yazıram. N-i buradan tapanda bərabərdir. Delta fi bölünsün R vurulsun Y. Delta fi'miz 64 vur 10 üzəri -3'dür. 0,2 vurulsun 1/6 vurulsun 10 üzəri -19. Buradan da deməli 64 bunu belə yazaq. 64 vur 10 üzəri -3, 10 üzəri -19 qalxdı -19. 2 vur 10 üzəri -2, 1/6 16 vur 10 üzəri -1 kimi yazıram. İxtisar etmək rahat olsun, yəni çaşdırıcı olmasın. 64 vur 10 üzəri 16, -2, -1 qalxdı yuxarı 10 üzəri 3, bölünsün 32. Bu da edir nə? 2 vur 10 üzəri 19. Yəni 52-də cavabımız olur A variantı. Baxaq 53-cü suala. Doymuş su buxarı əvvəlcə izotermik sıxılır. Deməli, baxırıq əvvəlcə, yəni birinci halda. İzotermik sıxılır. İzotermik prosesdə bilirik ki, T bərabərdir konstantdır. Sıxılır deyir, həcm azalır. Doymuş buxarda P, Rho, N həcmdən asılı deyil. Yadımıza salaq. P, Rho, N həcmdən asılı deyil. Deyir, sıxılır. Deməli, həcmdən asılı deyilsə, onda təzyiq dəyişmir. Onsuz da uşaqlar, baxın, burada bir dənə cavab var. Sadəcə indi mən izah verdiyimə görə digərini izah edəcəm. Amma siz bir dənə cavabı tapan kimi götürə bilərsiniz, əgər əminsinizsə. İzoxor prosesdə V konstant olur və bizə deyir ki, soyudulur. Yəni, temperatur azalır. İzoxor P bərabərdir NKT düsturunda N
dəyişmir. Temperatur neyinir? Azalır. Temperatur azalırsa təzyiq də azalacaq. Deməli 2-də də azalır olacaq. Çünki biz demişdik ki, bir də n bərabərdir. N bölünsün, üzr istəyirəm, böyük n bölünsün v-dir. Burada elə bir ki, həcm sabitdir. Ona görə biz temperatura baxırıq. Bunu bu düsturla da gedə bilərik. Rho bərabərdir MP böl RT düsturundan. Fərqi yoxdur. P bərabərdir NKT ilə də getmək olar. Deməli, 54-cü suala baxırıq. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmışdır, deyir. Bu söz varsa, deməli, Q sabitdir. Q sabitdirsə, QS-dən asılı deyil. A-üstə Q2 ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Biz A' bilirik ki, Q1 çıxılsın Q2-yə bərabərdir. Buradan da Q1-i tapsaq, A' plus Q2 olacaq. Deməli, qızdırıcıdan alınan istilik miqdarı. Yəni, 55-də cavab C variantı olacaq. 56-cı suala baxırıq. İçərisində maye olan qab sərbəst düşür. Mayedə üzən və havada çəkisi P olan cismə təsir edən Arximed qüvvəsi təbii ki, sərbəst düşürsə 0-a bərabərdir. Yəni, 56-da cavabım olur C variantı. Baxaq 57-ci suala. 57-də bizə deyir ki, nüvə reaksiyası zamanı nüvə protonu udur və alfa zərrəci şüalandırır. Gəlin, bir dənə X elementi bilmirik. Z, A yazaq. Bizdən soruşur sıra nömrəsini. Təbii ki, Z-ə baxacaq. Protonu udur. P11. Deyir alfa zərrəcik. Alfa zərrəcik nədir? Helium 2, 4. Üstə gəl. İndi fikir verin. Z-in üstünə 1 gəlirəm. Burada hər hansı bir Y nüvəsi alınır. Burada aşağıda nə olur? Z plus 1 olur. Burada Z plus 1 olması üçün Z çıx 1 olmalıdır da. Yəni, bu altdakılar 2 plus Z minus 1-ə bərabər olmalıdır. Yəni, Z plus 1, Z plus 1-ə bərabər olmalıdır. Yuxarıda da nə görürəm? A plus 1 bərabərdir. 4 plus A bilmirik də, indi burada A plus 1-ə bərabər olmalıdır. Yəni, A çıx 3 olacaq ki, 4-dən 3 çıxsan 1 qalsın. Yəni, A çıx 3. Deməli, bizə nə deyir? Deyir sıra nömrəsi. Yəni, neynədir sıra nömrəsi? 1 vahid azaldı. 57-də cavabım oldu. Deməli, B variantı. Baxaq 58-ə. Trayektoriyanın ən yüksək nöqtəsində cisim kinetik enerjisi potensial enerjiyə bərabərdir. Cisim üfüqə hansı bucaq altında? Deməli, üfüqə bucaq altında abituriyentlərə düşmür, amma izah edəcəm. Təpə nöqtəsində, ən yüksək nöqtəsində kinetik enerjinin V-nin X proyeksiyası var. Yəni, kinetik enerji bərabərdir mv(x)in kvadratı bölünsün 2. Potensial enerjimizdə max olduğuna görə mg h max yazırıq. mg h-ın düsturu nədir? V0 y-in kvadratı bölünsün 2j-dir. İndi deyir bizə bərabər olsun. Gəlin bunları bərabərləşdirək. mv(x)in kvadratı bölünsün 2 bərabərdir. mg v0 y-in kvadratı bölünsün 2j. Buradan j-lər getdi, m-lər getdi. J ilə ixtisar getdi. Yerdə nə qaldı? Bir dəqiqə. Haradasa səhv yazmadıq ki. mv(2) hədə 2-lər də gedirdi. 2-nin üstünə xətt çəkməmişəm. Mən də deyirəm, haradasa səhv yazmışam. Vx kvadratı bərabərdir V0 y-in kvadratına. Bizdə Vx nədir? Yadımıza salaq. Vx-imiz V0 kosinus alfadır. Vy-imiz V0 sinus alfadır. Onda buradan alıram ki, kosinus kvadratı alfa bərabərdir sinus kvadratı alfaya. Bu nə zaman mümkündür? Təbii ki, 45 dərəcədə. Yəni,
45 dərəcədə sinüs və kosinüs eyni qiymət alır da, kökdə 2 bölünsün 2. Baxaq 59-cu sualı. 59-cu sualda bizə deyir ki, şəkildə difraksiya qəfəsinin spektrində ikinci tərtib maksimum üçün fi meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monoxromatik şüarının lambda dalğa uzunluğundan asılı qrafik göstərilmişdir. Biz bilirik ki, D sinus fi bərabərdir K lambdaya. K'mız 2'dir. Sinüs fi'miz 0,5'dir. Lambdamız ise 200 nano. Yani 10 üstü mənfi 9 metrdir. Difraksiya periyodu D hərfi ilə işarə olunur. D burada periyoddur. K lambda qəfəs periyodu. Bölünsün sinus fi. K'mız ikinci tərtib yuxarıda deyir. Lambdamız 200 vurulsun 10 üzəri mənfi 9. Sinus fi'miz də 0-dan %5'dir. Deməli 4, 8 olacaq da. 8, 10 üzəri mənfi 6. Ətraflı yazıda 10 üzərlərini yazmaq vacibdir. Amma ki, burada artıq siz yazanda rahatdır. Burada 10 üstü 2 qalır. Aşağıda da 10 üstü mənfi 2-dir. O qalxır yuxarı. Nə edir? Edir 10 üstü müsbət 4. O da edir 10 üstü mənfi 5. 4'ü də 5'ə bölünür 0,8 edir. 0,8 vur 10 üstü mənfi 5. 10'u da 8 vur 10 üstü mənfi 6 yaza bilərik. Mikrometrə çevirmək üçün. Sonra hansı proses verilmiş kütləli ideal qazın izobar sıxılmasını P bərabərdir konstant. İzobar prosesdə sıxılma V azalır. P V T'dir. Mendeleyev-Klaperon təminə görə M bölünsün MRT. Verilmiş kütləli deyəndə bu hissəni biz qoyuruq kənara. PVT ilə düz asılıdır. PVT ilə. İzobar prosesdə P sabitdir, VT ilə düz asılıdır. Əgər V azalırsa, onda T də azalmalıdır. Onda cavab olur 1-dən 6-ya. Yüklənmiş vakuum kondensatorun daxilində elektronun hərəkəti təbii ki, müsbətə doğru gedəcək. D variantı. 61-də cavabım olur D variantı. 62-yə baxaq. Şəkildə cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 6 saniyə müddətdə orta sürət V orta bərabərdir. S ümumi gedilən yolun ümumi zamana nisbəti. Zamanı bilirik. Ümumi gedilən yolu tapmaq üçün VT qrafikində fiqur sahəsi. Deməli, S bərabərdir trapesiya. Oturacağından biri 2-dən 5-ə 3 üstəgəl. Digər oturacaq 0-dan 6-ya 6. Bölünsün 2 hündürlüyü isə, baxın, budur hündürlüyü. Yəni 20. O da edir 90. Bizə də 90'ı bölürəm 6'ya, o da edir 15. B variantı. 62'də cavabım olur B. 63-cü suala baxırıq. 2 eyni müqavimətli naqib dövrəyə paralel birləşdirdikdə, gəlin yazaq. R paralel bərabərdir, R bölünsün 2. Neynir? Müqavimət azalır. Sonra deyir ki, T müddətində müəyyən qədər istilik miqdarı alır. Sonra ardıcıl birləşirəm. 2 yer olacaq da ardıcıl birləşmədə. Nə qədər zamandan sonra əvvəlki qədər, yəni Q1 Q2-yə bərabər olacaq. Gərginlik sabitdir. Q-nün U kvadratı bölür, vur T düsturundan gedəcək. Gərginlik sabitdir. İstilik miqdarları bərabərdir. U kvadratı bölünsün əvvəlcə paralel idi. Sonra isə ardıcıl birləşdirdim T2. U kvadratları getdi. T1 bölünsün R paralel bərabərdir. T2 bölünsün R ardıcıl. T bölünsün R bölünsün 2. T2 qalır. R ardıcılım da olacaq 2R. R'lər getdi. T2 bərabərdir 4T'yə. 63'də cavabım oldu Y variantı.
Baxaq 64-ə. Sarğacın diaqramında göstərilən hansı nöqtəyə uyğun gələn induktivlik ən böyükdür? XL nədir? Omega L. Buradan bizə nə lazımdır? L lazımdır. XL bölünsün omega. İki yolla gedə bilərsiniz. Bir, bu yolla böyüyü, kiçiyi. Bir də nöqtələrdən düz xəttlər keçirib o cürdə getmək olar. XL-in böyüyü 4 ilə 3-dür, omeganın kiçiyi isə 4-dür. Deməli, cavabım olur 64-də A variantı. 65-ci sualda bizdən soruşur elektrokimyəvi ekvivalentin vahidi. M bərabərdir K-Q-dən, K bərabərdir M bölünsün Q. Əzbər bilmirsinizsə düsturdan çıxardın. Kiloqram bölünsün kulon D variantı. Sonra 66, baxaq 66-ya. Çəkisi 200 milli Newton. P bərabərdir 200 vur 10 üzəri mənfi 3, yəni 0,2 Newton. Sükunətdəki cismin kütləsini istəyir bizdən. P bərabərdir mg'dir. Sükunətdə çəki. M bərabərdir P bölünsün J. 0,2 bölünsün 10, o dedir 0,2. Onu da kiloqramda deyə qrama çevirəndə minə vururuq. Verilmiş bir cins maqnit sahəsinə maqnit induksiya xəttlərinə perpendikulyar. Perpendikulyar daxil olursa, Lorentz qüvvəsi ən böyük maksimum qiymətini alır. Və Lorentz V ilə düz mütənasib asılı olur. Perpendikulyar da sinus 90-da 1 verir. 68-ci suala baxırıq. 68-ci sualda bir cins maqnit sahəsində cəryanın naqilə təsir edən amper qüvvəsi. Amper qüvvəsinin tapılması Solal qaydası ilə tapılır. Solal elə tutulur ki, induksiya vektoru ovuca daxil olsun, 4 barmaq iyini göstərir, baş barmağı isə amperi və amper qüvvəsi bu istiqamətdə olacaq. 4 barmağınızı tutursunuz, ovucunuzun içi sizə baxır. Olur amper qüvvəsi. Q0 yükünü hansı nöqtədə yerləşdirmək lazımdır ki, tarazlıqda olsun? Tarazlıqda olması üçün əvəzləyici qüvvəm 0 olmalıdır. Yəni, əvəzləyici qüvvəm də Q7-dir və yaxud da Y1 Y2-yə bərabər olmalıdır. Yəni, intensivlər bərabər müsbət yükdür. Məsəl üçün, hansısa burada bir nöqtə var. Məsələn. Buradan çıxan, indi ortaya qoymamalıydı məsələ, çünki yüklər fərqlidir. Sadəcə elə belə başa salmaq üçün deyirəm. İntensivli nöqtədən çıxır birinci üçün. İkinci üçün də nöqtədən çıxır. Baxın, bir-birini əksdir. Deməli, onların fərqi mənə verməlidir 0-ı. Yəni, onlar bərabər olmalıdır bir-birini. Onda alıram K2 bölünsün R1-in kvadratı bərabərdir. K 9Q bölünsün R2-nin kvadratı. Buradan K2-lər gedir. Alıram ki, R2 kvadrat bərabərdir 9 R1-in kvadratına. R2 bərabərdir 3 R1-ə. Deməli, R2 ikincidən 3 dənə 1, 2, 3 dənə R məsafədə. Yəni, cavab olacaq 1. 70-də deyir ki, sarğacın maqnit sahələrinin enerjilərinin nisbəti nəyə bərabərdir? Aktiv müqamətləri görürsünüz R veribdir. Paralel birləşmədir deyə gərginliklər bərabərdir. I də bərabərdir U bölünsün R'dir. Həm U bərabərdir, həm R'lər. Onda hər ikisindən I qədər cəryan keçəcək. Onda İ'lər bərabərdir. Enerji L kvadratı bölünsün 2-dir və enerji L ilə düz asılıdır. Enerjinin W1-in W2-yə nisbəti L1-in L2-yə nisbətinə bərabərdir. L bölünsün 2-yə cavabım eləyir 2-də 1. 2-də 1 C variantı. Aha, 71-ci suala baxaq. 71-ci sualda deyir ki, düzxətli bərabər sürətlə hərəkət edir 4 qüvvənin təsiri ilə. Onda yazıram F1 plus F2 plus F3 plus F4 vektor şəklində bərabərdir 0-a. F3-ün F4-ün cəmi mənə F2 vektoru verir. Onda alıram ki, F1 vektor bərabərdir mənfi 2 F2-yə. Modulunu istəyir A variantı. Çubuğun mütləq uzanmasını 3 dəfə artırdıqda elastiklik qüvvəsi K
delta L və yaxud X-dir. 3 dəfə artırıramsa, elastiklik qüvvəsi də 3 dəfə artar. Aha, keçək 73-cü, 74 və 75 son suallarımıza. 73-cü sualda bizə deyir ki, 2 kiloqram kütləli maddi nöqtə çevrə boyunca hərəkət edir. Dönmə bucağı 360-dırsa, impuls dəyişməsi. Dönmə bucağı 360 nə deməkdir? Yəni, tam bir period icra edib də. Biz bilirik ki, T bərabərdir T anında impuls dəyişməm 0-a bərabərdir. Elektromaqnit dalğasının elektrik sahəsinin intensivlik vektoru perpendikulyardır Y-yə, o da perpendikulyardır B-yə. Hər üçü bir-birinə perpendikulyar olmalıdır. B variantı. Cərrahiyyə əməliyyatı aparmaq üçün hansı mənbəyin şüası cərrah bıçağını əvəz edə bilər? Gündüz işıq lampası olmaz. Yəni, məntiqsiz şeylərdir. Burada lazerdir cavab. Lazer, deməli, məcburi şüalanmaya əsaslanır. Yəni, burada lazer olacaq təbii ki, onsuz da baxanda bilmək olur da, reklam borsu, közərmə lampası, yanan şam olmaz təbii ki, lazerdir cavab. Növbəti videomuzda görüşənə qədər diqqətinizə görə təşəkkür edirəm.